Hamıya çox-çox salamlar. Deməli ki, bu günləri sizə nə haqda söhbət açmaq istəyirəm? Kişmişli keksin hazırlanması qaydası. Demək, kişmişli keksini hazırlamaq üçün bizə lazımdır yumurta, şəkər tozu, kişmiş və bir də ki, kəsmik. Yəni bu günləri mən bu keksə kəsmik əlavə edəcəyəm. Yəni bu mənim anamın reseptidir. Ondan öyrəndiyimi sizlərlə paylaşıram. 3 yumurtanı artıq sındırıram və üzərinə stəkan yarım şəkər tozu əlavə edirəm. Əlavə edib mikserlə qarışdırıram. Yəni azacıq da qarışdırırsanız olar. Yəni çox da qarışdırmaq heç də məcburi deyildir. Əgər sizlər üçün də maraqlıdırsa, siz də axıra qədər baxıb izləməyinizi xahiş edərdim. Demək, qarışdırdıqdan sonra kəsmik, 150 qram kəsmik əlavə edirəm. Vanil əlavə edirəm. Yəni ki, bildiyimiz kimi müəyyən kekslərə, tortlara hökmən vanil vururuz. Yəni həm dadına görə, həm də ki, yeni aromatına görə. Yəni biz bunları edirik. Və birazca da qarışdırıram. Bunları qarışdıranda demək, köpürücüyə tökürəm, hazırlayıram. Yəni köpürücü yaddan çıxmasın. Bunları hazırlayarkən artıq mən demək, yağı əriməyə qoyuram. Haradasa 180 qram, yəni bir paçka yağı əridirəm. Əridirəm, yəni qoyuram ki, artıq o soyusun. Hazırladığım demək, bunun üzərinə 2 stəkan un əlavə edib vilka ilə, yəni çəngəl ilə qarışdırıram. Bütün unu qarışdırdıqdan sonra ərilmiş yağ artıq soyuyub və üzərinə əlavə edirəm. Demək, bu hazırladığım bu keks gördüyünüz kimi, yəni sulu deyil, duru deyil. Yəni tam qatı da xəmir kimi deyil. Yəni müəyyən qədər yumşaq vəziyyətdədir. Azacıq mən günə baxan yağından istifadə edirəm. Siz istəsəniz əlbəttə qaraqırdağı yağı, zeytun yağından da istifadə edə bilərsiniz. Qabları azacıq yağlayıram. Demək, xəmirimi hazırladıqdan sonra yox, əvvəlcə mən kişmişi yumuşdum, bilmirəm sizə söylədim ya yox. Və xəmirin müəyyən bir hissəsini qaba qoyduqdan sonra içərisinə kişmişlər əlavə edirəm. Niyə orta hissəsinə qoyuram? Çünki demək, bu keks qalxdıqda, yəni köpdükdə bir də görürsən ki, üzərinə demək, qoysam, bir də görürsən ki, hərdən kişmiş içəridir, tam içəri girmir, üstə qalanda bilsən azacıq yanmış vəziyyətdə olur. Ona görə mən xəmiri 2 dəfə bu qaba qoyuram. Birinci dəfə qoydum, kişmişi əlavə etdim. Sonra isə yenə də üzərinə azacıq demək, hazırladığım demək, keksin xəmirini onun üzərinə düşürəm. Tam bunları hazırladıqdan sonra demək, duxovkamızı, yəni qaz sobasını, peçkamızı 180-200 dərəcə Selsi temperaturda qızdırıram. Yəni o vaxtı qoyuram ki, yansın. Yəni hardasa hazırladığım bu demək, keksi 15-20 dəqiqə saxlayıram ki, peçka demək, tam qızsın. Sonra isə şəkər pudrası, şəkər tozunun pudrası, yəni pudranı üzərinə mən vanil əlavə edirəm. Əgər siz xoşlamırsınızsa, əlbəttə ki, vanil əlavə etməyə də bilərsiniz. Gördüyünüz kimi artıq kişmişli keksimiz bişib. Soyduqdan sonra isə azacıq üzərinə demək, şəkər pudrasını səpirəm. Nəysə, bildiklərim bu qədər sizinlə paylaşdım. Demək, əgər xoşunuza gəlirsə, unutmayın. Əgər xoşunuza da gəlibsə dostlarınızla paylaşmağı unutmayın. Kanalımıza abunə olun.